Və öncəki Şeyx Albani rahimehullah deyir ki, deyir Allahın sittir adı var. Sittir gələn hədis, öncəki hədisdə gəlib ki, İnnəllah hayyiyyun sittir. Allah həyalıdır və sittirdir, yəni örtəndir. Sittir, yəni fiil vəznindədir, sıyğa mübaliğə ilə gəlib. Yəni çoxlu örtür. Qulların o qədər günahları olur ki, yəni Allah Azze və Cəllə sittir olan Rəbbimiz Subhanahu və Teala qullarına rəhm edir, onların günahlarını örtür. Və bu hədis də onlara həmin hədislərdən biridir. Yəni burada bir neçə hədis var bu barədə. Gəlir ki, An İbn Ömər radiyallahu anhuma, İbn Ömərdən gələn hədisdə qalə, Səmi'tu Rasulullah sallallahu aleyhi ve sellem yəqul, deyir Allah Rasul sallallahu aleyhi ve sellemlə eşitdim ki, dedi, İnnəllahi yudni əl-mu'minə yada aleyhi kənəfəhu fəyəsturuhu. Allah qiyamət günü müminə yaxınlaşacaq və onun üzərinə öz örtüyünü qoyacaq. Fəyəqul ətə'rifu zəmbə kəzə. Və öz quluna deyəcək ki, sən filan günahı xatırladın mı? Bilirdinmi filan günah? Ətə'rifu zəmbə kəzə. Yəni filan günahı yadıva sal. Filan günahı bilirdinmi? Fəyəqulu və qul da deyəcək, Naam ey Rabbi. Deyəcək, bəli ey Rəbbim. Hətta izə qarrarahu bidunubihi və ra'a fi nəfsihi ənəhu hələkə. Hətta deyir, öz günahlarını iqrar edəcək. Yəni, ispat edəcək. Deyəcək, bəli ey Rəbbim, mənim bu günahlarım olub. Və hətta elə zənn edəcək ki, artıq o həlak olub.